tələbimizə başlayaq. Axşamınız xeyirli olsun, dəyərli izləyicilər. Mən Edulan Təhsil Mərkəzinin rəhbəri İlham Gülməmmədli. Sizləri iyul ayının sonuncu 14-cü təlimində xoş gördüm və bu ayda əminəm ki, inkişafla və faydalı təlimlərə başa vurmuş olduq. Yəni, yay tətili olmasına baxmayaraq, təhsilin daimi inkişafda olması bizim ən böyük yolumuzdur, seçimimizdir. Deməli, təlimçimiz Şəbnəm xanımı salamlayıram və dəvətimi qəbul etdiyinə görə təşəkkür edirəm. Bizim Şəbnəm xanımla əməkdaşlığımız illər əvvələ dayanır. Düzdür, təlimlər təşkil etmək üçün sırf zaman ayıra bilməsək də, amma bizim əməkdaşlığımız sıx formada davam edir. Əminəm ki, bundan sonra bu kimi təlimlərə də mütləq yer verməyə çalışacağıq. Şəbnəm xanım, xoş gəlmisiniz. Necəsiniz? Xoş gördük, yaxşıyam, təşəkkür edirəm. Siz necəsiniz? Təşəkkür edirəm. Sizləri gördük, daha yaxşı olduq. Mən çox zamanınızı almadan sözü sizə vermək istəyirəm. Əlavə hər hansısa bir sualınız və yaxud da bildirmək istədiyiniz nüans olarsa, daim mən buradayam, izləyirəm. Uğurlar olsun. Təşəkkür edirəm. Təlimə məni qatdığınız üçün, təklif etdiyiniz üçün təşəkkür edirəm. Bir də bir-iki tələbəm var, yazır ki, qəbul etmirlər mənim təklifimi. Onu da qəbul etsəz sevinərəm. Burada hələ ki, heç bir istək görünmür. Aha, bir nəfər indi gəldi. Daim elə mən burada izləyirəm. Kimlər ki, istək göndərdi, həmən dəqiqə qəbul edirəm. İstəsələr, yenidən istək göndərsinlər, mən buradayam. Təşəkkür edirəm. Özümü ilk öncə təqdim edim. Mən Şəbnəm İbrahimova, defektologiya məzunu, psixologiya tələbəsiyəm. Bugün təhsildə maneəsiz təhsil mövzusunda danışacağıq. Amma ilk öncə istəyirəm ki, tələbələrimiz, yəni təlimə qoşulanlar, əgər mümkünsə kameraları açsın ki, mən də daha səmimi bir şəkildə təlimimiz irəliləsin. Əgər mümkünsə, həm də işarət dili üzrə də bir şeylər göstərəcəm və işarət dilində göstərəcəyim üçün qarşılıqlı görsək bir-birimizi daha gözəl olar. Əgər müsaitsəniz, əlbəttə ki. Aktiv üzvlərimizdən artıq bu təlimdə kameraları açmağı xahiş edirik. Çünki təlimçimizin də bildirdiyi kimi bu dəfə artıq texnikalar üzərindən bu təlim keçilir. O səbəbdən kameraları açmağınız yaxşı olar. Buyurun. Demək, hal-hazırda təhsildə maneəsiz təhsil haqqında məlumat verəcəm sizə. Ümumiyyətlə, əlilliyi olan şəxslərdə bu təhsilə rahat çıxış olunması, yəni Azərbaycanda da bu təhsilə daha önəm verilməsi bizim üçün vacibdir. İkinci nüans olaraq da məktəb və universitetlərin hər kəs üçün fiziki cəhətdən əlçatan olması bizim üçün əlbəttə ki, vacib olan nüanslardan biridir. Eşitmə məhdudiyyəti olanlar üçün işarət dili və uyğun dəstəyin təmin edilməsi. İndi hal-hazırda Azərbaycanda eşitmə və danışma məhdudiyyətli insanların hal-hazırda aktiv bir şəkildə 3 məktəbi mövcuddur. Tədris materiallarının müxtəlif ehtiyacların uyğunlaşdırılması da bizim üçün ən vacib nüanslardan biridir. Heç kimin fiziki, sosial, maddi və ya digər səbəblərə görə təhsildən kənarda qalmaması üçün əlbəttə ki, əlimizdən gələni edirik. Bildiyiniz kimi, əgər ki, məlumatınız yoxdursa, bu məlumatı da verim. Eşitmə və danışma məhdudiyyətli insanların dili, işarət dili hal-hazırda Azərbaycanda bir dövlət dili kimi təsdiq olunub. Və bu bizim üçün daha yaxşıdır. Əlbəttə, işarət dilinin tədrisi hər bir gəncin öyrənilməsi, gəncin deyil də bütün insanların, yaş məhdudiyyəti olmayan insanların da bu dili bilməsi bizim üçün vacib nüanslardan biridir ki, eşitmə və danışma məhdudiyyətli insanlar hər tərəfli şəkildə, hər bir xəstəxanada deyək, adi vergi yerinə getdiyimizdə və yaxud da polis bölmələrində bu işarət dilini bilmələri eşitmə və danışma məhdudiyyətli insanların yalnız qalmamasını təmin edən nüanslardan biridir. Əlbəttə ki, biz də bunun üçün əlimizdən gələni edirik ki, insanlar maneəsiz bir şəkildə hər tərəfli başa düşülsün. Bunu da qeyd edim ki, özüm də eşitmə və danışma məhdudiyyətli ailədə böyüdüyüm üçün defektologiya sahəsində seçməyimin səbəbi ən böyük də budur. Bu şəkildə, əgər suallarınız olarsa, mənə
kameranı durdurub, yəni üzr istəyirəm, sualınızı verə bilərsiniz. Həm də belə təlimimiz aktiv şəkildə ilərləmiş olar. Bir də bizim üçün daha yaxşı olar. Deməli, eşitmə və danışma məhdudiyyətli insanların işarət dilini. Ümumiyyətlə aramızda işarət dilini bilən var. Yazan yoxdur. Əfsanə xanım əl qaldırdı. Az. Gözəl. Amma burada tələbələrim də olmalıdır. Niyə? Bilən yoxdur. Bəlkə də qatılmayıblar, amma mən burada mesajları salam mən. Nə gözəl. Bilirsiniz. Biraz bilirəm. Ümumiyyətlə, işarət dili istifadə edirsinizmi? Ətrafınızda belə insanlar varmı? Eşitmə və danışma məhdudiyyətli insanlar. Yəni, onlarla mütəmadi ünsiyyətdə olursunuzmu? Ətrafımda var. Aha, gözəl. İş mühitində olur. Salam, mən sizin bacınızın təlimində olmuşam. Nə gözəl. Sevindirici bir haldır. Bacım da Şamaxı şəhərində Asan xidmətdə təlim verib bir neçə dəfə. Bədən dilində anlayışım var biraz, amma bu mesajları az bilirəm. Bir oğlu danışmır, onunla ünsiyyətdə oluram. Nə gözəl, bəli tanıdıqlarım var. Bədən dilində anlayışım var biraz, amma işarət dilində xeyir yoxdur. Ətrafımda elə insanlar olmayıb deyə bəlkə də bilmirəm. Bədən dili işarət dili ilə tamamilə fərqlidir, təbii ki. Bədən dili biraz psixologiya yönündə olduğu üçün, işarət dili isə eşitmə və danışma məhdudiyyətlərinin öz dili olduğu üçün bunu bilməyimiz əlbəttə ki, vacibdir mənim üçün. Çünki özümdən misal çəkim, uşaq olduğum zamanlarda xəstəxanaya və yaxud da ki, başqa bir yerlərə getdiyimizdə valideynlərimiz mütləq yanında bir tərcüməçi olmalı idi. Yoxsa ümumiyyətlə o insanlar özlərini ifadə edə bilmədikləri üçün çətinlik çəkirlər. İşarət dilini bilirəm və ətrafımda belə şəxslər yoxdur, amma öyrənmək istədim. Nə gözəl. Əgər bunu öyrənmək istəyirsinizsə, mütləq şəkildə ki, bir mütəxəssis tərəfindən öyrənməyinizi məsləhət bilirəm. Çünki işarət dili elə bir dildir ki, hər il o işarət dilinə yeni sözlər əlavə olunur və mütəxəssis ümumiyyətlə kurs müddətində cümlələrlə bunları izah edə bilirlər. Yəni, qarşısındakı insan bunu tam şəkildə başa düşməyi vacib olur. Mənim də ətrafımda yoxdur, amma çox istəyirəm öyrənmək. Gözəl, inşallah bir gün öyrənərsiniz. Çünki həqiqətən əvvəl eşitmə və danışma məhdudiyyətli insanları başa düşən insanlar çox az idi. Hətta özüm də xatırlayıram ki, ümumiyyətlə yeniyetmə çağlarımda belə bu işarət dilini bilmədikləri üçün problemini və yaxud da xəstəxanaya getdiyində öz dərdini başa salmaqda çətinlik çəkirdi. Amma hal-hazırda çox şükür ki, çox şəhərlərdə, rayonlarda, Bakının özündə işarət dilini bilən insanlar çoxalıb. Çünki əvvəl bunu tədris edən insanlar barmaqla sayılacaq qədər az idi, amma hal-hazırda yaxşı dərəcədə yəni öyrədənlər var. Ümumiyyətlə, işarət dilində bir neçə texnika göstərəcəm sizə ki, bəlkə həvəsdə olan insanlar, çəkinən insanlar, bu dili öyrənməkdən qorxan insanlar üçün bir, necə deyim, stimul olar. Onların öyrənməsinə də yardımcı olarıq. Yəni, bu şəkildə. İşarət dilində önəmli olan 3 faktor var. Bunlar bir mimikdir. Mimikləri düzgün istifadə etmək. Çünki, məsələn, qorxdum, çəkindim, sevindim, həyəcanlandım. Bunları necə ki, biz insanlar olaraq, normal danışan insanlardan olaraq bunları göstərdiyimizdə üz mimikalarımız dəyişirsə, eşitmə və danışma məhdudiyyətli insanların da işarət dilini göstərdiyimizdə bunların hamısını düzgün şəkildə göstərməyimiz çox vacib olur. Çünki onların başa düşməyi, bizi başa düşməyi bu mimiklərdən çox şey asılıdır. Hətta dodaq oxuması da burada rol oynayır ikinci olaraq. Məsələn,
bir sözü məsələn göstərdiyimizdə, deyək ki, kitab göstəririk. Kitab sözünü işarət dilində göstərdikdən sonra dodaq oxumasında da düzgün şəkildə kitab göstərdiyimizdə onun başa düşməyi yüzdə oranda 90 dərəcə təsir edir. Çünki dodaq oxuması onlarda çox işlətdikləri üçün. Mən görürsüz, yoxsa mən özümü donuram burada? Bəli, bəli, görürük. Rahat şəkildə görülür, düzdür? Görürəm. Bəli, bəli. Əla. Çünki burada donur, mən fikrim yayınır, elə bilirəm ki, donuram. Harada qalmışdıq? Doda oxumasında. Doda oxuması eşitmə və danışma məhdudiyyətli insanlar üçün önəmlidir. Çünki dediyim kimi sözləri göstərdiyimizdə işarət dilində, doda oxumasında göstərdiyimizdə onun bizi başa düşməyi, daha da düzgün başa düşməyi vacib olur. Sonra isə əl jestlərindən düzgün istifadə etməyimiz. Məsələn, B hərfini göstərir və yaxud da A hərfini. A hərfi bu şəkildədir. Məsələn, bu şəkildə göstərib, bu şəkildə göstərməyimiz onu yanlış başa düşməsinə səbəb ola bilir. Məsələn, A şəkili bu hərfi bu şəkildə göstərilir, amma biz bu şəkildə göstərdiyimizdə E hərfinə biraz oxşadığı üçün o qarşımızdakı insan bizə başa düşmür. Yenə təkrar üzərindən keçirəm. 3 önəmli faktorlar var. Bunun birincisi mimiklərdən düzgün istifadə etmək çox önəmlidir. İkincisi dodaq oxumasından düzgün istifadə etmək. Üçüncüsü də əl hərəkətlərindən, barmaqlarımızdan düzgün istifadə etmək. Hətta insanların çoxu işarət dili kurslarımıza yazıldığında, biz dərsə başladığımızda əl hərəkətlərini çox çətinliklə edir, bəziləri isə çox asanlıqla edir. Əl hərəkətlərini düzgün şəkildə göstərmək üçün əl gimnastikalarımız var. Onlardan istifadə edirik ki, işarət dilində əl gimnastikaları çox önəmlidir. Məsələn, bu hərfin bu şəkildə göstərdiyimizdə, baxın, bunu bəzi tələbələr məsələn biraz çətinliklə edirlər. Çünki əl biraz passiv olduğunda və yaxud da balaca olduğunda bu əl gimnastikalarından çoxlu istifadə etmək lazım olur ki, hərfləri düzgün şəkildə göstərsinlər. Bu şəkildə. Danışdıqlarımdan məlumatı olanlar var idimi aramızda? Bunlar üçün mənim üçün çox maraqlıdır. Çünki hər təlimimizdə, uzun zamandır təlim vermirəm, düzdür, amma əllərim dolaşdı. Normaldır. Çünki dediyim kimi bəzi insanlarda əl gimnastikaları düzgün olmadığında və yaxud da passiv əl olduğunda bir həftə 10 gün ərzində biz əl gimnastikalarını istifadə edib sonra işarət dilinə başlayırıq. Amma bəzilərində çox normal olur. Hətta özünüz bir deneyin. Xeyr, yox idi, nə oldu? Bəli, məlumatım var. Bu barədə biraz araşdırma aparmışdım. Nə gözəl. Mən sevinirəm həqiqətən belə məlumatı olan insanları gördüyümdə təlimimdə. Bu daha maarif, yəni belə bir təlimlərin çox olması. Ümumiyyətlə işarət dili təlimində olmusunuzmu? Bu insanların yoxsa ilk dəfədirmi belə bir təlimə qoşulursunuz? Əllərim balacadır, olmadı. Çox normaldır. İlk dəfə də olursunuz. Nə gözəl. Başqa? İlk dəfədir. Gözəl gününüz olsun. Qoşulmuşdum bir neçə il əvvəl. Çox təlimlərdə olmuşam, amma bu ilkdir. İlk dəfədir. Aha, ilk dəfələr daha çoxdur aramızda. Bu sevindirici bir haldır ki, bunların da bilgi toplaması, bu yöndən bilgiləri olması həqiqətən sevindirici bir haldır. Mənim olmuşam bir neçə il əvvəl. Həmən baxıram. Çox şey öyrənmişdim sizdən, amma bəzilərini unutmuşam. Evet, çox şey öyrənmişdim. Aha, normaldır. Mən də bir neçə il əvvəl qoşulmuşdum. Bunun da məlumatını verim ki, işarət dili, elə bilin ki, bir ingilis dili öyrənirsiniz. Necə ki, ingilis dilini öyrəndiyinizdə bir İngilis dilini bilən bir insanla ünsiyyətdə olmursunuz. O dil biraz sizin üçün yadlaşır. İşarət dildə elədir. Çünki mənim neçə il əvvəl tələbələrim olub ki, qoşulublar, amma aktiv şəkildə videolara baxmayıblar. Onları təkrar üzərindən keçmədiklərinə görə unutmuş ola bilirlər. Tamamilə unutmurlar təbii ki, amma işarət dilində bəzi sözləri, bəzi hərfləri unuda bilirlər və yaxud da qarışdıra bilirlər. Ona görə də işarət dilini öyrəndiyimizdə təkrar üzərindən keçdiyimiz
Yəni təkrar üzərindən keçdiyimizdə daha yaddaşımızda qalır və eşitmə və danışma məhdudiyyəti insanlarla daha çox ünsiyyətdə olduğumuzda təbii ki bu şəkildə. Başqa sualı olan varsa buyurub verə bilər. Sonra başqa mövzuya keçəcəm. Yoxdur deyəsən. Ümumiyyətlə aramızda işarət dilində adını, soyadını hərfləyən varmı? Yəni hərflərdən biraz da məlumatı olan varmı? Çünki indi hərflərdən biraz göstərəcəm və məlumatımız olsun istəyirəm. Qısıtlı bir zaman olmasına baxmayaraq. Mən sabah sizə qonaq gələcəm. Mən sabah sizə qonaq gələcəm. Aramızda varmı heç hərflərdən məlumatı olan? Və yaxud da bizə bir hərfləri göstərmək istəyən? Təşəkkür edirəm. Rica edirəm. Yoxdur deyəsən. O zaman mən heç bilmirəm. Yoxdur, sizdən 2 hərf öyrəndim. 2 hərf öyrənməyi gözəldir. Necə maraqlıdır. Həqiqətən çox maraqlıdır. Yəni, eşitmə və danışma məhdudiyyəti insanların dilini öyrənmək və hətta onlarla ünsiyyətə girdiyinizdə sizə gələn o sevinç hissini sizə anlada bilmərəm. Mən səni sevirəm işarət dildə. Tək bildiyim mən səni sevirəm. Düzdür, mən səni sevirəm. Bu şəkildə. Hərflərdən biraz göstərim o zaman. Dediyim kimi, çox hamısını göstərə bilməyəcəm, amma yenə də məlumatımız olsun istəyirəm. Mən hərf bilirəm, amma rus dilində, işarət dilində mahnı bilirəm biraz. Aha, nə maraqlı işarət dilində. Mahnıların çevrilməsi məcazi mənadan daha çox istifadə olunduğuna görə, düzü bunu eşitmə və danışma məhdudiyyətli insanlar düzgün şəkildə başa düşmürlər. Yəni, məcazi mənaları ya sinonimləri işlədildiyinə görə tam şəkildə mahnının necə sözləri var, onları tam başa düşməmələri olur. Bildiklərimin çox hissəsini sizdən öyrənmişəm. Nə gözəl, sevindim buna. Bir də işarət dili ümumiyyətlə uluslararası deyil, yəni beynəlxalq deyil. Hər bir dövlətin öz işarət dili var. Amma bizimkisi SSR-dən gəldiyinə görə rus dili işarət dilinə bənzəyir. Bəzi sözlərimiz hətta eynidir. Amma İngilis, Çin və yaxud da Türkiyə ilə, məsələn, mən Türkiyədə hal-hazırda yaşayıram və Türkiyədəki işarət dili ilə bizim Azərbaycan dili işarət dilimiz tamamilə bir-birindən fərqlidir. Onlar, məsələn, sevgini belə göstərirlərsə, biz belə göstəririk. Düzdür, mən də biraz öyrənmişəm, amma tamamilə fərqlidir. Amma deyək ki, Türkiyədə rastlaşdığım eşitmə və danışma məhdudiyyətli insanlarla ünsiyyət qura bilirəmmi? Qura bilirəm. Çünki bunun artıq mən mimiklərdən, dodaq oxumasından istifadə olunduğunu bildiyim üçün eşitmə və danışma məhdudiyyətli insanlar da bunları da daha çox başa düşüldüyü üçün, yəni mimiklər, dodaq oxuması, bunlardan da başa düşdükləri üçün daha rahat olur və başa düşürlər məni. Bir neçə dəfə başa salmışam, hətta ünsiyyət də qurmuşuq, söhbət də etmişik. Dodaq oxumasından o qədər güclü istifadə edirlər ki, artıq mən türkçə söz dediyimdə və yaxud da bəzi türk dilində bildiyim işarətlərdən istifadə etdiyimdə onlar da məni başa düşürlər, amma dediyim kimi tamamilə fərqlidir bir-birindən. Bu da biraz, necə deyim, mahnı çevirdiyimizdə və yaxud da ki, olur internet üzərindən, Instagram, TikTok üzərindən həvəsli bir şəkildə mahnılar çevirirlər. Amma bu Azərbaycanda
keşfətə düşdüyündə eşitmə və danışma məhdudiyyətli insanlar onları gördüyündə başa düşmürlər, hətta əsəbləşirlər. Biraz eşitmə və danışma məhdudiyyətli insanlar da çox psixologiyalarından da danışılası olsa, biraz gərgin, əsəbi xarakterə malik olan insanlardır. Çünki normal olaraq eşitmə və danışma, aşağıda yazılanları görürəm, amma danışım, onları da oxuyacağım, narahat olmayın. Eşitmə və danışma məhdudiyyətli insanlar da normal olaraq biz qarşımızdakı insana özümüzü ifadə edə bilmədiyimizdə, normal, məsələn, bir sözü izah etdiyimizdə o bizi başa düşmürsə, necə əsəbləşiriksə, bunlar da eyni şəkildə əsəbləşirlər və gərgin olurlar. Bunlar ümumiyyətlə bu uşaqlıqdan bəri belə olur ki, biraz psixoloji cəhətdən gərgin insanlar olduqlarına görə də cəmiyyət içərisində də özlərini ifadə edə bilmədiklərində, başa düşülmədiklərində daha da gərgin ola bilirlər. Amma çox dostcanlı bir insandılar. Hətta mən valideynlərim də deyəsi olsam, məktəb vaxtından sinif yoldaşları ilə hələ də görüntülü danışa bilirlər. Hətta biz öz sinif yoldaşlarımızla həftədə bir dəfə, yaxud da ayda bir dəfə, ildə bir dəfə danışası olsaq da, onlar bəzi dostları ilə, sinif yoldaşları ilə həftədə bir dəfə, 2 dəfə, ayda çox zaman görüşürlər, işarət dilində görüntülü şəkildə danışırlar, bir-birlərinə qonaq gedib gəlirlər. Çox dostcanlı olduqlarına görə, bir də ətraflarında çox eşitmə və danışma məhdudiyyətli insanlar olmadıqlarına görə də ola bilər ki, bu özlərini onlarla daha rahat bir şəkildə söhbət edərkən tapırlar. İndi mən burada mesajlara əvvəl biz balaca olanda televizorda xəbərləri zaman şəklində balaca kadrda göstərirlər. Həmişə diqqətimi çəkirdim. Hal-hazırda da var. Səhv eləmirəmsə, çox baxmıram Azərbaycan kanalına, amma ATV-də bir də Arab TV idi, orada da göstərirlər. Onları da tanıyıram. Hal-hazırda Azərbaycanda da işləyirlər. Məncə fikirlərini hər kəsə ifadə edə bilmirlər deyə ürəklər partlayır, istəməsə əsəbləşirlər. Çox doğrudur, dediyim kimi. Onlar biraz özlərini ifadə etmədiklərinə görə biraz çətinlik çəkirlər və də aqressiya yaratmalar çox normal olur. Doğru əsəbi olurlar onlar da. Ətrafınızda var belə insanlar? Aysiyə xanım. Mesajları görmürəm mən. Bəli, bir oğlu var, onun yoldaşı çox həsəbidir olur. Məktəbinə gedibmi, təhsil alıbmı, ətrafında öyle bir insanlar varmı? Qrupda var, bizdə danışması və eşitməsi yoxdur. Paralel qrupda. Bəli, məktəbinə gedib rayonda yaşayırlar, o gedib Bakıda təhsil almışdı. Nə gözəl. Paralel qrupda deyərkən universitetdənmi, harda paralel qrupunuzda var? Yazmağa səbrim çatmadı, istədim səs açım, danışım, axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən inklüziv təhsil üzrə oxuyuram, 3-cü kursum və paralel sinifimizdə, daha doğrusu qrupumuzda eşitməsi və ya danışması demək olar heç olmayan, yəni işarət dillə danışan uşaqlar var. Dəhşət aqressiv görünürlər və elə dilə həqiqətən. Müəllimələrə söz demək olmur, uşağa söz demək olmur, çəkinirik onlardan. Yəni sizinlə paralel oxuyur universitetdə yoxsa? Bəli, oxuyur. Oxuyub. Yəni hansı universitet? Pedaqoji kollecindəyim, mən universitetdə deyiləm. Aha, İnklüziv təhsil. Aha.
Onlar da oxuyur. Bunu məsələn mən çox bir dəfə eşitmişəm, çox eşitməmişəm. Digər təlimimdə də bir dəfə olmuşdu. Yəni hal-hazırda kolleclərdə onlar təhsil ala bilməsi çox yaxşıdır, amma müəllimlərin onlara qarşı daha diqqətli və qayğı göstərmələri bu əlbəttə ki, çox vacibdir. Çünki onların aqressiyası artdıqlarında biraz özlərini göstərmədə aparmaqda biraz çətinlik çəkirlər. Çünki İdarə olunmaz vəziyyətə gəlirlər. Müəllimələr də xüsusi olaraq onlara yanaşmalıdır. Və bizim kollecdə mən düşünürəm ki, bütün müəllimələr demək olar, yəni bizə dərs deyən müəllimlərin əksəriyyəti işarət dilini bilir. O uşaqlarla da çox səmimi, belə, yəni xoşagələn danışırlar. Aha, nə gözəl. Amma dediyim kimi biraz yəni aqressiyaları daha çox nədən ola bilər? Məsələn, məktəbinə getməz, təhsilini almaz, rayonda və yaxud da kənddə yaşayar, məktəbinə göndərməz. Çox olub əvvəllər qız uşaqlarını göndərmirdilər. Oğlan uşaqlarını bəzilərini göndərdilər, bəzilərini göndərmirdilər. Yəni ətrafınızda belə bir insanlar varsa da Bakıda məktəblərinə mütləq şəkildə göndərilməsini tövsiyə edin. Çünki sonraki dövrlərdə bizim necə ki məktəbdə oxuyub sinif yoldaşlarımızla ünsiyyət qurub Bax, gör mən nə boyda gedəcəm, imkanı eləməsənsə eləmə, qoy aparım yerinə qoy. səsi bağlaya zəhmət olmasa. Necə ki biz eşitmə və danışma, yəni məktəbinə getdiyimizdə o sinif yoldaşlarımız, qrup yoldaşlarımız, onlarla sonradan ünsiyyət qurub görüşürüksə, danışırıqsa, bunlar bizim ətrafımız olursa, onlar da həmçinin elə məktəblərinə getdiklərində sinif yoldaşları, məsələn, onların ətrafı olur, özləri kimi eşitmə və danışma məhdudiyyəti insanlar olduqda ətraflarında məsələn, daha aqressiyası azalır, onları başa düşən insanlar olur. Ona görə də onlar daha çox ətrafındakı insanların danışan insanların olduqca da təbii ki, aqressiyalar artmaları çox normaldır. Amma dediyim kimi, necə ki biz məktəbə gedirik, universitetə gedirik, onlar da o şəkildə məktəbinə getməlidirlər, təhsil almalıdırlar. Daha çox onlar yönəldikləri sahə bərbər, dərziçilik, salonda işləyən insanlar olur, əmək, yəni peşə öyrənirlər. Amma məktəbləri, kolleclərinə, universitetlərinə getmək də əlbəttə ki, çox yaxşıdır. Amma dediyim kimi, Azərbaycanda bu insanlarla ünsiyyət quran, yəni psixoloji olaraq onlara dəstək verən insanlar çox olmağı vacibdir ki, sonradan artıq onlar da öz yolunu tapa bilsinlər. Yoxsa mən tanıdığım insanlar da var, rayonda yaşayırlar, məktəbinə göndərmirlər, qız uşağıdır, olmaz, qalsın yanımızda. Sonra da artıq onda psixoloji problemlər çoxalır, əqli geriliyə qədər gətirib çıxardır. Çünki psixologiya elə bir şeydir ki, insanın ümumiyyətlə bütün həyat tərzini, danışığını, hərəkətlərini idarə edən bir şeydir və onlar bədən dillərini də çox aqressiv şəkildə istifadə edirlər. Yəni məktəbinə getməyən, eşitmə və danışma məhdudiyyəti insanlardan söhbət gedir ki, onlar da sonradan artıq bu problemin üstəsindən gələ bilmirlər. İnsan cəmiyyət içərisində özlərini apara bilmirlər. Yəni bunlar da göz ardı edilməməlidir. Dediyim kimi, yenə məktəbinə gedilməlidir. Onlayn şəkildə məndən, məsələn, eşitmə və danışma məhdudiyyəti insanlar 10 yaşındadır, 8 yaşındadır. Deyir ki, valideyn deyir ki, mən göndərmək istəmirəm, gözümdən uzaq olmasın, amma 1-2 dərsdən sonra artıq mən onlara başa salmağa başlayıram ki, belə olmaz. Yəni mən düzdür, mən öyrədirəm, öyrənəcək, amma nə qədər ətrafında eşitmə və danışma məhdudiyyətli insan olsa, o qədər tez öyrənəcək və adaptasiyası daha tez olacaq. Bu da əqli cəhətdən həqiqətən o insanlara çox kömək olur. Yəni o insanlar öz yerini tapa bilirlər. Sonradan artıq cəmiyyətə qoşulurlar. Bu da çox önəmli faktorlardan biridir. Bu şəkildə. Başqa sualınız? Varsa ala bilərəm. Bizdə uzaq bir qohumda bu hal var, amma heç bir məktəbə də getməyib, amma hər şey o qədər gözəl başa salır ki. Amma o işarət dilini onlara göstərən insanlar varmı ətrafında? Ümumiyyətlə, işarət dilinə loru dildə istifadə etmək fərqlidir. Elmi dildə işarət dilindən istifadə etmək tamamilə fərqlidir. Heç bir psixoloji problem. Əlbəttə ki, o, yəni mən dediyim bir nasıl oldu?
ehtimallardır. Yəni mən dediklərim hamısı bir ehtimaldır. Əlbəttə ki, ictimai danışma məhdudiyyəti insandır. Yəni getməyib, bu əqli gerili qala bilər 100% demək olmaz. Əlbəttə ki, bu normal olaraq bəzi insanlarda özünü göstərə bilir. Xeyr, elmi dildə heç kim ətrafında bilmir. Bəs necə öyrənib? Məsələn, işarət dilində özünü ifadə edə biləcək qədər nə qədər öyrənib, kimdən öyrənib? Hər kəs sizin dediyiniz kimi loru dildə başa salır. Aha, loru dildə başa salır, düzdür. Məsələn, ailəsi ilə o loru dildə başa salacaq, nə istədiyini başa salacaq. Onlardan artıq bir ailədə loru işarət dili formasında normal olaraq loru dildə başa salacaq. Amma sabah birisi gün o bir eşitmə və danışma məhdudiyyəti insanlar içərisinə düşdüyündə onlar, məsələn, məktəbini oxumuş, işarət dilini bilmiş, elmi dildə hər şeyi bilmiş bir insanlar ünsiyyət qurmaqda çətinlik çəkə bilər. Yəni, hər şeyi %100 demirəm, amma hər işdə edir, çox işgüzar insandır, ailə, uşaq. Neçə yaşı var? Ailə, uşaq sahibi, nə gözəl. Harada yaşayır? Belə soruşuram, amma eşitmə və danışma məhdudiyyəti insanları çoxsunu tanıdığım üçün soruşuram. Rayonda. Hansı rayon? Dediyim kimi, yəni sonra normal dediyim gibi elmi dildə işarət dilini bilən insanların ünsiyyəti çətinləşə bilər. Amma dediyim kimi nə dərəcədə bilir, bilmirəm. Yaş dəqiq bilmirəm, 35 olar məncə. Aha, böyüdü. Məsələn, elə insanların uşaqları Cəlilabadda. Bəlkə də valideynlərini tanıyıram, amma tanımıram. Orada yaşayanlardan çox uzaq olanları çox tanımıram. Yəni onlar bir də ailələrində eşitmə və danışma məhdudiyyəti insanlar, ana-ata eşitmə və danışma məhdudiyyəti insandırsa, uşaqlarında bu 7-ci nəslə qədər ola bilir və yaxud da olmaya da bilir. Bəzi, məsələn, uşaqlar danışa bilir, eşidə bilir, normaldır hər şey, amma bəzilərində də, məsələn, 3 uşağı var ki, Salyan rayonunda yaşayırlar. 3 qızı var, amma 3'ü də danışmır, eşitmir. Şirvanda da özündə də var. Məsələn, bir oğlu var, bir qız var, danışır, eşitmirlər heç bir. Amma bəzi ailələrdə də eşidirlər, danışırlar, normaldır. O problem genetikdirmi? Xeyr. Genetik, dediyim kimi, 7-ci nəslə çıxırsa, bu da, məsələn, onu bilməlisən. 7-ci nəslə çıxırsa, bu ola bilir. Ailəsinin anatası sağlamdır, aralarında sağlamdır. Ola bilər. Mənim ana tərəfimdə var, çoxdur. Ata tərəfimdə sadəcə atamdır. Biz, məsələn, 3 uşağıq, üçümüzdə də şükür yoxdur elə bir şey, amma ola da bilər, yəni insanlar bunları göz ardı etmir, yəni normal olaraq normal qəbul eləməlidirlər. Bu olandır. Ola bilər. Yəni genetik olsa mənim ata tərəfimdə də var, ana tərəfimdə də var. Mən məsələn danışmazdım. O da dediyim kimi 7-ci nəslə çıxdığında ola bilir. Da var, onlar danışır, uşaqlar da var, onlar şükür. Lap yaxşı. İndi suallarınız bitdisə, işarət dilində adlarınızı göstərək, sizin üçün də maraqlı olsun, həm də belə pratik olaraq görəsiniz. Adlarınızı yazın, mən sizə göstərim. Aramızda olmadığı üçün tək göstərəcəm. Vəfa. V. Amma siz çox Türklər demiş hızlısınız. V. Yavaş-yavaş göstərəcəm. F. A. Vəfa. Z. H. R. A. Zəhra. Əlbəttə ki, bunlar sürətli bir şəkildə göstərilir normalda, amma mən siz başa düşün deyə yavaş-yavaş göstərirəm. R, Ü, F, üzr istəyirəm, F, A, N, Ə. İndi sahiləni göstərirəm. S, A, H, I, L, Ə. Aysel xanımın ikisini göstərirəm. A, Y, S, E, L. Ləman xanımın ikisini göstərirəm. L, Ə, M,
və yaxud da m da göstərmək olur. M, A, N. Cəmilə, C, Ə, M və yaxud da M, İ, L, Ə. Bəsirə, B, Ə, S, İ, R, Ə. Jalə, J, A, L, Ə. İndi göstərirəm, sizə çətin gələ bilər. Çox normaldır. Çünki hərfləri bilmirsiniz. Mən sizə birbaşa adlarınızı işarətinə çevirirəm. Bu da çox çətin görsənir. Amma hərfləri bildikdən sonra bunlar çox asan gəlir. Ç, baxın, C budur, Ç budur. İ, N, A, R, Ə. Mən adımı öyrənmişdim daha əvvəldən lazım olar deyə. Lap yaxşı. Aysu, A, Y. Məsələn, İ budur, Y budur. S, U. Səmayə. S, Ə, M və yaxud da M, A, Y, Ə. Barmaqlarım dolaşdı, çox normaldır. J bir də göstərim. J. J, A, L, Ə. Bir də alma necə göstərilir onu bilirəm. Alma. Alma meyvəsi. Göstərə bilərsiniz amma sonra jali. Yenə göstərim. J, A, L, J belə ördək ağzı kimi deyirik biz. J, A, L, Ə. Bu şəkildə. Dediyim kimi çox normaldır, çətin gələ bilər. Amma öyrəndikdən sonra təşəkkür edirəm. Öyrəndikdən sonra bunlar çox rahat öyrənilir. Maraqlıdır, çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm mən. İstəsəz mənim Instagram səhifəmi göndərərəm, qrupa göndərilər. Oradan Instagram səhifəmdə paylaşıram. Təşəkkür edirəm. Instagram səhifəmdə paylaşıram, paylaşımlara baxa bilərsiniz. Hal-hazırda kurslar qeydiyyatı davam edir, onlara da baxa bilərsiniz, məlumat ala bilərsiniz. Sizə kömək edəcəklər, göndərin zəhmət olmasa. Yaxşı, baş üstə. Hamısını göndərərik, baxarsınız Instagram səhifəsində də, orada paylaşımlar var, mahnıları çevirmişəm, sözləri, bəzi hərfləri, A hərfi ilə başlayanları və yaxud da B hərfi ilə başlayanları çox paylaşım etmişəm, onlara da baxa bilərsiniz, ətraflı məlumat da alarsınız. Şahid dilini, əlifbasını necə müddətə öyrənmək olar? Sadəcə əlifbasını bir dərsə öyrənilir. Təkmilləşdirməsi isə tələbədən asılıdır. Mən sevə-sevə izləyirəm, nə gözəl. Hamısını sevirək izləmişəm. Nə gözəl. Takipçilərimiz var burada. O şəkildə. Başqa sualınız, sizə maraqlı qalan. Mən istəyirəm ki, məlumat verim. Sizə aydın şəkildə izah edə bilim. Amma dediyim kimi, vaxt qısıtlı olduğu üçün bacardığım qədər məlumat verirəm. Amma belə sizə maraqlı olan, sualınız olan bir nüanslar ya da sözlər varsa, buyurun verin. Mən sizə çevirim. Məsələn, öz adımı hərfləyim sizə. Ş, Ə, B, N, Ə, M. Və yaxud da bunu hızlı, tez bir şəkildə Ş, Ə, B, N, Ə, M. Bu şəkildə göstərməliyəm normalda. Bəli, surda-pedagoqa. Dediyim kimi, defektologiya məzunuyam. Surda-pedagogika təlimçisiyəm. Psixologiyada da hal-hazırda son sınıf tələbəsiyəm. Başqa sualımız yoxdursa, təşəkkür edirəm. Gözəl gününüz olsun. Çox sağ olun. Mən təşəkkür edirəm. Axşamınız xeyir olsun bir daha Şəbnəm xanım və dəyərli izləyicilərimiz təşəkkür edirəm aydın, gözəl, maraqlı izahlara görə. Mən təşəkkür
təşəkkür edirəm təklifinizə görə. Bu təlimdə Bəli. uzun zamandır etmirdim, mənim üçün də gözəl oldu. Bəli. Aktiv izləyicilərimizə də təşəkkür edirik. Şadman xanımın Instagram hesablarını mütləq qrupa yönləndirəcəyəm. Keçid edib baxa bilərsiniz. Əlavə suallarınız varsa buyurun. Təşəkkür edirəm hər kəsə. Buradan Aha. təsvir gəlir. Təşəkkür edirəm. İnşallah sonraki təlimlərimizdə görüşərik. Yenə bundan sonra artıq təlimləri aktiv tutmağa çalışacağam. Çünki vaxt azlığından etmirdim. Ailə üzvlərini deyim. Yaxşı. Ana, ana, ata, bacı, 2 dənə barmaq. Bacı çənədədir. Qardaş, nənə, nənə, baba, baba, əmi, dayı. Əmi, dayı da deyəndə, məsələn, doda oxumasını ayırırıq. Əmi, dayı, xala, bibi, sonra nə gəldi? Oğul, qız, və yaxud da oğlum, qızım. Bunlar, ağlıma gələn bunlardır. Başqa sualınız varmı? Çox təşəkkürlər, rica edirəm. Çox maraqlı idi. Mənim üçün də çox maraqlı idi. Mən də təşəkkür edirəm qatıldığınız üçün, təlimdə iştirak etdiyiniz üçün, vaxtınızı ayırdığınız üçün. Mən də sizə kömək etdimsə, maarifləndirici bir təlim oldusa, nə gözəl mənə. Həqiqətən çox maraqlıdır. Mən lap ilk dəfədir görürəm deyə çox maraqlı gəlir. Əlbəttə ki, ilk dəfə görənlər üçün daha çox maraqlı olur. Çox maraqlıdır. Əlavə sualı olanlar bildirə bilər. Yoxdursa, gecəniz elə qalsın. Mən artıq 3 avqust təlimini təşkil etdim. İnklüziv təhsildə müəllimin rolu və praktik yanaşmalar. İnşallah 3 gün istirahət edin və növbəti təlimdə görüşəcəyik. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik. Sağ olun.